ev üsuluyla qələvi su hazırlamaq. İnsanlar ev üsuluyla necə qələvi su hazırlasın? Hamının imkanı olmaz ki, qələvi su içsin. Ona görə də imkanı olmayan adamlar evdə qələvi suyu hazırlayıb normal içə bilərlər. Onun üçün nə etmək lazımdır? Bilirsən, dünyanın bir sıra ölkələrində qələvi su marketdə satılır. Marketə gedirsən, deyirsən, mənə 9 qələvili olan su ver, 8 qələvili olan su ver. Amerikada, Yaponiyada, İngiltərədə və s. hər yerdə bunlar satılır. Və indi Yaponiyada bəzi institutlar var ki, 20 mərtəbəli institutdur. İçəri girirsən, bir dənə dərman preparatı işlətmirlər. Ancaq su ilə müalicə edirlər. Suyun qələviliyi ilə müalicə edirlər. Adi qələvi suyu almaq üçün, deməli, bir dənə 1 litrlik qab götürürsən, bunu su ilə doldurursan, üstünə bir çay qaşığı soda əlavə edirsən, bir çay qaşığı da alma sirkəsi əlavə edirsən. Bu qədər sadə. Sadə. Onu həmən mütləq sodanı qaynar suda həll eləyib töymək lazımdır bu potokanın içinə. Üstə də adi suyu, filtrdən çıxan suyu doldurursan, qoyursan evə, istədiyin vaxt içirsən. Doktor, onu gündəlik olaraq neçə litr içmək olar? Mən 20 ildir içirəm. Aha. Gündə də 2 litr içirəm. Yəni hər insanın çəkisinə uyğun olaraq su içilməlidir. Hər kiloqram çəkiyə 30 ml içmək